Növbəti qış hazırlığımı paylaşıram. Bu reyhan kompotunun hazırlanmasıdır. Reyhan kompotunun hazırlanması üçün qazana 7 litr su döktüm, qaynamağa qoydum. Qaynadıktan sonra üzərinə 4 stəkan şəkər tozu əlavə etdim. Daha sonra isə 10 dəstə reyhanı əvvəlcədən yudum. Suyu çəkildikdən sonra şəkər tozunu üzərinə əlavə etdim. Üzərinə 1 çay qaşığı limon duzu da tökdüm. Qarışdırdım və 10 dəqiqə bişməyə qoydum. 10 dəqiqədən sonra artıq reyhanları sudan çıxardıram və artıq hazır olan reyhan kompotumuzu əvvəlcədən steril etdiyim balonlara tökürəm və ağzını kip bağlayıram. Bir gün aydanın arasında saxlayıram. Sabahsı gün isə artıq sərin yerdə qış üçün saxlayıram. Çox dadlanır. Mənim ən sevdiyim kompotlardan biridir. Videoda gördüyünüz reyhan kompotları 20 dəstə reyhandan alınan kompotlardır. Çünki mənim qazanım 7 litr su tutur. Ona görə mən əvvəlcə 7 litr su qaynadıram. Sonra 10 dəstə reyhanı tökürəm və hazır olan kompotu balonlara yığıram. Yenidən 7 litr su qaynadıb, yenidən 10 reyhanı əlavə edirəm və yenidən bankalara yığıram. Və bir də reyhana nədən asılıdır? Əgər reyhanlarınız mənim reyhanlarım kimi balaca dəstədirsə, 10 reyhan istifadə olunur. Yox, əgər reyhanın dəstəsi böyükdürsə, artıq 7 reyhan dəstəsi kifayət edir.